Herkese salamlayıram. İlk növbədə evin təqdimatını keçmək üçün öncə demək istəyirəm ki, bilirsiniz, artıq sosial şəbəkələrdə bütün səhifələrimizdə paylaşım elədik. Hamının sevimlisi bibi, mənim də anam, onu da ödünü vurğulayacağım. Haqq dünyasına getdi. Allah ona qəni-qəni rəhmət eləsin. Məkanı inşallah ki, cənnətdir. Zaten cənnətdir ki, bu nə bizə, hər kəsə sübut olundu. Gözəl ailə rəhmətə getdi. Cümə günü dəfn olundu. Bizi qınayanlara mütləq şəkildə demək istəyirəm ki, deyəcəksiniz, niyə tez bir zamanda işin başına keçdiniz, yəni anamızın yasını tutmadınız. Mənim anam zaten güclü qadın idi, güclü xanım idi. O cür xəstəlik ola heç vaxt bir dəfə olsun, nə canlısında, nə paylaşımlarda yardım istəməyib. Hər zaman öz pozitiv görünüşü ilə, yaxşı mesajları ilə, belə xoş abu-havası ilə yadda qalıb. Çünki hər zaman güclü görünən qadın idi. Yetəri qədər də savaşdı, bilirsiniz, onkoloji xəstə idi, artıq 10 ilə yaxın idi. Və təəssüf ki, bizim ailəmiz ilk ikisi deyil, qardaşımı da bu xəstəlikdən itirmişik. Anamız da çox təəssüf ki. Təəssüf ki, biz işi davam eləməliyik. Hər kəsin, sözsüz ki, hər kəsin ailəsində maddi problem olduğu kimi, bizim də anamızın bu 10 ildə bu xəstəliklə mübarizəsində müəyyən məbləğlərdə özü qazandığını eləyirdi, qazanmadığını borc götürürdü, bankdan götürürdü. Və təbii ki, biz övladları olaraq da anamdan sonra hər bir şeyi heç kimin tüklər demiş mağdur qalmasın deyə hər kəsin də pulun sözsüz ki, ödəməyə biz borçluyuq. Və bu səbəbdən işlərimizi qətiyyən saxlamırıq. Həm anamın səhifəsinin işlərini davam edirik, həm də özümüzün. Biz zaten makler idik anamla eyni vaxtda 6-7 ilin maklerləriyik. Öz işimizi də anamın işində yenə davam edir. Yenə birbirini sevənlər müraciət edə bilər. Evlərini almağı, satmağı hər zaman qulluğunuzdayıq. Və rəhmətlərinizi oxuyuruz. Təəssüf ki, zənglərə cavab verə bilmirdik. Çox sağ olun yenə. Hər yazan, belə deyək, dil ağız eləyən hər kəsin Allah ölənlərinə rəhmət eləsin, məkanlarını cənnət eləsin. Və gecə evimizin təqdimatına təqdim edəcəyimiz ev Ramana Safqozda yerləşir. 296 nömrəli məktəbin tam yaxın məsafəsində. 2 sot torpaq sahəsinin içərisində 6-7 daş kürsüdə dairəvi yaşayışlı 4 otaqlı həyət evi gördüyünüz kimi təmirli evdir. 77.000 üzərində qiyməti 77.500 manata satışa çıxıb. Evin internet xətti də var, maqa arxasını göstər. İnternet xətti də var. Çəkilişə qonaq otağımızdan başladıq. Burada da mətbəxi yerləşir. Hər bir otağın işıq düşən pəncərəsi var. Qonaq otağının, mətbəxin pəncərəsi öz həyətin qabaq hissəsinə düşür. 4 otaqda 110 kvadrata yaxındır. Burada bir yataq otağı. Növbəti yataq otağı. Sonuncu yataq otağımız. Hal-hazırda şu otağı kimi istifadə olunur. Evin bütün kommunal sistemləri var. Sanitar qovşan salonu üzrünü göstər. Şulka, moydadır, aksesuar, hər bir şey var. Yaşayışlı evde təkrar edirəm. Bütün kommunal sistemləri var. Hər birinin sayğacı qoyulub. İstili sistemi kombidir, kombisi, radiatoru, hər bir otağım var. Özü mərkəzi kanalizasiya sistemi ən əsası. Gecə həyətlə tanış olaq. Həyətyanı sahəsini görürsünüz. 2 sot torpaqda, 6-7 daş kürsüdə, dairəli qoşadaşlı çardağlı evin içərisindəydik. Giriş yadıma düşmür, göstərim. Sağına girişi göstər, arxasında keçid var. Biçimini tukası, kombisi, hər bir şey. Bura yaşılıq üçün yenə də tutulub. Qeyri tərəfə konulub, maşın rahat şəkildə həyətinə girə bilir. Padvalına girişi də oradandır. 296 nömrəli təkrar edirəm. Məktəbə yaxın məsafədə mərkəzi kanalizasiya sistemidir. Belə videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür ederim.